Maraqlanabilirsiniz dediyim məsələni. Bəli, onu belə deyirlər. Sizin nömrəniz qeyd edin. 77. Tamam, gel bu ana. Servis xidməti olur da, hə? Bəli. Məlumatdan mənə atarsınız sizə zəhmət. Tamam, problem deyil. Maraqlı gəldi. Gəl bir önünə baxaq maşının. Hə, bax. Gedək Elxan bəy gəlir. Hoş geldiniz kardeş. Kağıt olsun. Necə gedək? Şişir salaması. Yaxşı oldu yazdı. Evet, keçirdim oradan gördüm ki, Əhməddən buradadır. Müslüm Məhməd demiş ki, Elmətdən gələcək ora. Mənəsə sabah gələcək. Səni? Dedim bəlkə bu gün. Dünən gecə gəldim Özbəkistan'a. Ne yok Özbekistan'da? Bu 700 hektar YouTube'da İşler görülür olacak arkadaş. Bakacağım videolara. Yani sen bildirişler namazı gelir. Bildirişler namazı gelir. Necə gedir? İşlerimiz yaxşıdır, işin əladır. Gözünü keçir. Deməli, Ağa bəy. Ağa Sultan da ağa deyirlər. Hər şey ağa. Ağa Sultan qardaşla YouTube-dan ilə tanışıb. Agro bir şirkəti var, onun suvarma işlərinə baxırlar. Biz də səni də xoş gördük valla. Xoş gördük. Deməli 1 hektar, 3 hektar nəsə olanda bizim damlama sistemlərini quran yoldaşlarımız var, qururlar. Elə ki böyük bir layihəyə gəldi, professional, yəni o birisi də professional çəkilir. Sadəcə olaraq 1 hektar, 2 hektar başqa bir şey Təbii ki. Amma birdən-bir 50 hektarın çəkilməyi, oradakı 700 hektar, orada sistem lazımdır. Onlar oladı layihələri yönləndirəm ağa qardaşa. Bunlar olsun işlər. Təşəkkür edirəm. Başqa işlər nə təbii? Başqa işlərimiz şükür, layihələrimiz qarınları davam edir. Elə bir iki gün boşluq tapdıq da gələrsə. Başqası gələndə xəbərdirlər. Mütləq şəkildə. Mütləq şəkildə gələcəm əslində təkrarında böyük işlərimiz olacaq inşallah. Gələcəm onları istəyirəm. Hətta gələn həftə gəlməliyəm bura. Rəhbərliyimizdə gələcəyik. Teşekkür ederim. İnşallah ne olur? Bu maçımızı kaça geleceğiz? Aslında adımız için buradayız. Tam olarak hazırlaşamadık layihələrlə əlaqəli. Şirkətin həmləri öz təsisçi, ölçə qarşısında direktor burada məmurluğa layihələrlə məşğul edir. Özüm üçün baş quracağım. İnşallah orada sizə xüsusi inşallah deyəcəm. İnşallah. Bak bizim yeni radyo frekans sistemlərimiz də gəldi Amerika'dan. Gerçekten olar. Sonra ay sonu əsas idarə etməsidir, modlardır. Bu neyini? Bu xidməti nədir? Bunun xidməti odur ki, kabelsiz, radyo frekansı ilə krantları açıq bağlar, meteoroloji stasyonları var, havanın tutaq ki, istiliyi, günəş radiasiyası. Başqa ölkədə onu bağlı Wi-Fi deyirəm. Dünyanın hər hansı bölgəsində olursa olur, bunlardan qoşulub sistemi idarə etmək olur, mümkündür. Günəş panelindən işləyir, hansısa bir kabel toka ehtiyac yoxdur, özünün içində lityum bataryası var. Onda bir özəlliyi var ki, üzr sözləsən 5-6 kilometrə qədər frekansla açıq bağlı elə bilir. Digər məsəl üçün radio frekans sistemləri özü 1 maksimum 1.5 kilometr, 2 kilometr olan yoxdur. 1.5 kilometrə qədər, 5 kilometrə qədər frekans, radio frekansı ilə platformları açıq bağlı.
O yeni gəlib Azərbaycana, rəsmi distributor bizik. Ne olsun, sözü kullanma Canınızın sağlığı, təşəkkür edirəm. Sizə uğurlar arzulayıram. İnşallah nə lazım oldu, yetdirinizə qulluğunuzdur. İşi biz gördük, biz görmədik. Böyük, kiçik, fərqi yox. Yetdirinə qulluğunuzdur. Görüşərik, sağ olun. Sağ olun qardaş, Allah amanda görüşərik inşallah. Sözü sevmən. Biz sizinle görüşeceğiz aslında. Kızgaza gidiyormuşlar. Lap yaxşı. İnşallah Əhmədli müəllim. Biz Allah qoysa bu yaxın vaxtda görüşəcəksinlər. Gələrik inşallah. Gəlib sahəyə də baxış keçirək. Bizim üzərimizdən nə dəstək verə biliriksə yardımcı olacaq. Yəni hər halda bizim gördüyümüz işdə o rayon üçün nümunə olur. Ondan sonra adamlar həmin oradan nümunəni götürüb digər bağlara da inşallah olacaq. Nömrəni də verin. Sağ olun. Sağ olun. Akşam quralım onu şəhərdə. Sağ olun. Allah haqqı. İnansın Bakıya Mən dünən bilmədim siz gəlmişsiniz. Mən deseydim akşam sən narahat edib önünüzün qarşısına. Bakıya azız gələm gələ. Hələ status qoymamışam ki, hamı yazır. Aləm deyir bir-birinə o incir, bu incir. İnşallah ki, Növbət görüşürüz. səfər neçədir inşallah? Növbət və işlərlə bağlı. İşlərimiz... Mən gəlib gedirəm, məsələ işə ki, mən bilirəm ki, sən də bir dəqiqə yox olsan, bizim də layihələr var. İnşallah bilirsən, 15-20 günə sezon artıq qapadırıq, yığım bitir, amma bir aylar istirahətə keçir. Bizdə başlayır. Bizdə sezon ilk satışında başlayır, bir dəqiqə gidilir. Bir həftəyə sonrası orada istirahətimiz olur. Mən sizə başlarım qamaq istəyirəm. Yaxşı. İnşallah başlayır. İnşallah görüşürüz. Sağ olun, qardaş. Sağ olun, təşəkkürlər. Bu YouTube-dan o qədər gözəl insanlarla tanış olmuşum. Həqiqətən. Yəni onu deyib göstərmək olmur da. Həqiqətən. Çox dəyərli insanlarla tanış olmuşum. Allah hamı işlərini aman eləsin. Yaxşı ki, bu işi, bu layihəni başlatmışım. Artıq burada işimizi yekunlaşdırdıq, bitirdik. İnşallah ki, Xaçmazda görüşərik.